Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnamın vitse-prezidenti Vo Tian Xuanla görüşdü. Azərbaycanın birinci vitse-prezidenti Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın salamlarını Vo Tian Xuana çatdıran Leyla Əliyeva səfər zamanı keçirilən görüşlərin və aparılan müzakirələrin bundan sonra da əlaqələrə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi. Söhbət zamanı Azərbaycan və Vyetnamın dövlət başçılarının qarşılıqlı səfərlərindən sonra əməkdaşlığın və siyasi dialoqun intensivləşdiyi diqqətə çatdırıldı. Diplomatik münasibətlərlə yanaşı xalqlar arasında əlaqələrin, o cümlədən qeyri-hökumət səviyyəsində əməkdaşlığın vacibliyi vurğulandı. Bildirildi ki, təhsil, sosial və ətraf mühitin qorunması sahələrində layihələr bundan sonra da davam etdiriləcək. Hər iki ölkənin turizm potensialının inkişafı baxımından əməkdaşlıq və mübadilə proqramlarının icrası, iki ölkə arasında mədəniyyətin daha yaxından tanıdılması üçün tədbirlərin təşkili məsələsi diqqət mərkəzində saxlanılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibinin xanımı No Phan Ly ilə də görüşdü. Görüş Vyetnamın Milli Təsviri İncəsənət Muzeyində keçirildi. Bu sənət ocağı ölkənin bədii irsini nümayiş etdirən məkan olmaqla ziyarətçiləri cəlb edən unikal kolleksiyaya sahibdir. Burada daimi ekspozisiyalarla yanaşı müvəqqəti sərgilər, uşaqlar üçün yaradıcı yer də var. Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibinin xanımı No Phan Ly iki ölkə arasında mövcud əlaqələrin genişlənməsi ilə bağlı fikir mübadiləsi apardılar. Bildirildi ki, Azərbaycanla Vyetnam arasında sıx əməkdaşlıq hələ Ulu Öndər Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin siyasi bürosunun üzvü, SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində ilk xarici səfərini məhz Vyetnama etdiyi vaxtdan başlayıb. Hazırda ümumilli liderin adını daşıyan fond iki ölkə arasında münasibətlərin sıx tərəfdaşlıq, qarşılıqlı hörmət və dostluq səviyyələrində davam etdirilməsinə öz töhfəsini verir. Görüşdə dövlət səviyyəsində qurulan münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət, təhsil, sosial sahələr üzrə layihələr çərçivəsində daha da dərinləşməsinin vacibliyi diqqətə çatdırıldı. Bu il mayın 7-si və 8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi To Lamın Azərbaycana nəzərdə tutulan səfər əməkdaşlığın möhkəmlənməsində növbəti addım kimi qiymətləndirildi. Həmçinin konsert proqramlarının, mədəniyyət günlərinin təşkilinin vacibliyi də vurğulandı. Aysel Abbasova, Afaq Cəfərova, Azərbaycan televiziyasının Şərqi Asiya bürosu, Hanoy, Vyetnam.